Hər birinizi xoş gördüm. İstəyirəm ki, qısaca özümü təqdim edərək başlayım. Daha sonra isə sizə deyəcəm ki, öncəliklə, yəni bu gün nələrdən danışacağıq, hansı mövzuları var. Daha sonrasında isə əgər suallarınız olarsa, gedişatda da cavablayacağam. Deməli, bu gün danışacağıq ki, mən bilirsiniz ki, 2 gün əvvəl Bakıya tədbirə getmişdim. Ümumiyyətlə həmin günüm necə keçdi, nələr elədim gün ərzində, əvvəldən nələr hazırlamışdım, yəni necə hazırlaşmışdım buna. Bu haqda mənə suallar gəldiyinə görə istədim ki, bunları sizinlə bölüşüm. Digər tərəfdən ikinci mövzumuz isə o olacaq ki, orada mən kiçik bir hadisə yaşadım. Yəni pis bir şey deyil, sadəcə olaraq orada bir dərs çıxartdım mən özüm üçün. İstəyirəm ki, bunu da sizinlə də bölüşüm. Yəni çox tez-tez rastlaşa biləcəyiniz bir haldır, amma mən bundan tamamilə fərqli bir baxış açısı götürdüm, belə deyim. Və bunu burada bölüşməyim önəmlidir deyə düşünürəm. Üçüncü olaraq isə ən önəmli mövzumuz budur ki, mən həmin gün ərzində bir də baxdım ki, 5 dənə arzum reallaşıb və bu 5 arzumu bir gün ərzində heç bir gözlənti belə olmadan, yəni heç təxmin belə eləmirdim çoxunu. Bunlar necə reallaşdı? Ümumiyyətlə bunları necə bacardım? Hansı ki, indiyə qədər bu tipli tədbirlər çox olurdu. Mənim mentorum, digər coachlar olsun, fərqi yoxdur. Tədbirlər çox görürdüm, qarşıma çıxırdı, amma ilk dəfə idi ki, bu dəfə qatıldım. Ona qədər hər hansı bir səbəblər yaranırdı və mən gedə bilmirdim. Bəzən özümü ertələyirdim, bəzən nəsə maneə çıxırdı və s. kimi. Yəni bu durumlara görə məndə alınmırdı. Bəs bu dəfə fərqli nə elədim ki, alındı? Necə elədim ki, bu arzumu gerçəkləşdirdim? Bunların bütün sirlərindən sizə danışacağam. Öncəliklə isə gəlin sizə bir dəqiqə qısaca özümü təqdim edeyim, məni tanıyın, daha sonra isə tam sürətlə başlayaq, danışaq mövzumuz haqqında. Mən Diana, 19 yaşımdan bəri başlamışam şəxsi inkişaf koçu olaraq çalışmağa. Hal-hazırda 20 yaşımdayam. Artıq bir ildən çoxdur ki, yəni bu sahədəyəm deyə bilərəm və artıq rəsmi şəkildə fəaliyyətə də başlamışam. Çünki sertifikatımı, kart-sertimi hər birini əldə elədim və baxmayaraq ki, belə deyim, 18 yaşımda başlamışdım. Baxmayaraq ki, qısıtlı imkanlarda böyümüşdüm. Bunlar mənim üçün bir maneə deyildi. Təbii ki, bəzən insan nəyəsə görə tərəddüd eləyir, bəzən qorxuların öhdəsindən gələ bilmir. Məsələn, satış eləyərkən ya da səhifə işlədərkən bəzən negativ rəylər gəlir. Yəni bu və bunun kimi durumları mən də yaşamışam. Müəyyən qədər bu haqda da danışacağam sizə. Çünki həmişə bu haqda mənə də suallar gəlir ki, necə olur, buna baxmayaraq necə addımlayırsınız deyə. Yəni bunlara baxmayaraq mən çox sevinirəm ki, bu yola davam elədim və artıq ən böyük məqsədlərimdən birinə artıq çatdım 2 gün əvvəl. Hansı məqsəddir, bu haqda da danışacağam. Ümumiyyətlə nələr əldə elədiyim, necə bir dəyişim yaşamışam, bunlardan da qısaca danışaram, yəni vurğulayaram. Amma öncədən bir şey də qeyd edeyim ki, bu webinar yəni çox uzun da olmayacaq, narahat olmayın. Təxminən 1 saat nəzərdə tutmuşam. Düşünürəm ki, 1 saat ərzində bütün bunları bölüşərəm, bu enerjimi sizə ötürərəm. Baxmayaraq ki, 2 gün ötüb, düşünürəm ki, həmin o təəssüratları, həmin o enerjini sizlərə ötürə biləcəm. Buna görə də gəlin başlayaq. Əsas şeyləri mən sizə qeyd elədim, özümlə bağlı. Deməli, 20 yaşımdayam, artıq 2 ilə yaxındır ki, şəxsi inkişaf təcrübəm var. Yəni, ödənişsiz şəkildə başlamışdım hər kəs kimi. Ödənişsiz podkastlar dinləməklə. Çünki o zamanlar hələ yeni tanış olurdum bu sahə ilə. Şuuraltı, coachluq və s. kimi. Dinlədikcə gördüm ki, necə də bu mənə maraqlıymış. Və içimdə bir his var idi ki, sanki daxilimdə bir səs mənə deyirdi ki, sən də bura aidsən. Mən bu haqda çıxışda da danışmışdım. Hansı ki, keçən dəfə səhnədə çıxış elədim ilk dəfə 200 nəfərin qarşısında. Bu da tamamilə dərin, çox dəyərli bir təcrübədir. Bunu da vurğulayaram ki, necə bir hiss idi. Çünki orada bir nəfər gördüm ki, bir xanım yazmışdı ki, mən də belə bir şey arzulayıram, istəyirəm ki, məşhur olum, səhnədə çıxış eləyim, amma bilmirəm ki, hansı sahədə eləyəcəm bunu. Bütün bunlardan danışacağım, narahat olmayın. Maksimum dolu-dolu keçəcək bizim webinarımız. Deməli belə, gəlin başlayaq. Birinci olaraq mən, belə deyim, bilmirəm, sizdə də olur yoxsa yox, mənə rəydə yazarsınız, belə interaktiv keçsin, daha maraqlı olsun.
həm sizləri də daha yaxından tanımış olum. Sizə belə bir sualım var. Sizə belə bir şey olur ki, deyək ki, nəsə bir şey planlamısınız da, harasa gedəcəksiniz, nəsə eləyəcəksiniz, fərqi yoxdur. Davamlı sizin də ağlınızdan çıxmır. Belə bir şey olur sizə də. Yəni, bəlkə də bir ay boyunca o haqda düşünürsünüz. Ay, necə olacaq, necə gedəcəm, necə həll edəcəm, birdən alınmasa. Bu kimi düşüncələr təxmin edirəm ki, sizə də gəlir. Eynisini mən də yaşayırdım. Tədbir, yəni, fevralın 15-i idi bu arada. Hansı ki, mən coachluq təhsilimi aldığım şirkətin təşkilatı ilə, belə deyim, mənim mentorum təşkilləmişdi bir görüş. Hansı ki, onun izləyiciləri, müştəriləri və bizlər qatılmışdıq və bizlər sertifikatımızı aldıq, konsertimizi əldə elədik. Yəni, belə önəmli, dəyərli bir tədbir idi. Ora getməyi mütləq idi mənim. Yəni, məcburi yox, sadəcə olaraq mən özümə söz vermişdim ki, bu dəfə qatılmalıyam. Nəyə görə belə oldu, bunu da danışacağam. Biraz çox şey var mənim bölüşmək istədiyim, ona görə belə biraz tez-tez danışıram, amma çalışacağım ki, aydın olsun sizlər üçün. Hamısı, yəni, bu enerjimi ötürmək istədiyim üçündür. Və bir ay əvvəldən bizə xəbər gəlmişdi ki, bu tədbir olacaq və mən ondan bəri başladım hərəkətə keçməyə. Yəni, hərəkət dediyimdə belə idi ki, dress koda uyğun geyim tapmaq, daha sonra digər bir şeylər, yəni bilirsiniz də xırda-xırda nə qədər işlər çıxır. Daha sonra nəzərə alsaq ki, mən Qaxda yaşayıram, hal-hazırda Qaxda bir kənddə yaşayıram və tədbir isə Bakıdadır. Mənim indiyə qədər gözümdə böyütdüyüm şeylərdən biri məhz bu idi ki, mən Bakıya necə gedəcəm? Bakıya düzdür, mən həmişə gedirdim. Yəni, bundan 2 il əvvəl sonuncu dəfə getmişdim. Bir gün zaman keçirmişdim bir yaxınla birlikdə. O da mənə ad günü hədiyyəsi idi. Və o vaxtdan bilirdim ki, mən Bakını çox sevirəm. Oranı, sanki özümü ora aid hiss edirəm. Yəni, tamamilə xoş təəssüratlarım var orayla bağlı. Və gələcək planlarım arasında da orada yaşamaq var. Bunu da qeyd edeyim. Əgər aranızda mənim kimi belə bir məqsədi olanlar varsa da yaza bilərsiniz. Bir-birimizi tanıyaq. Hətta bu məqsədə necə çatacağam, nələr edəcəm bunun üçün, bunlar da sizinlə bölüşərəm, təbii ki. Maksimum faydalı olsun bir-birimizə. Yəni belə. Və davamlı düşünürdüm bir də ki, görəsən necə olacaq, kiminlə gedim, özüm həll edə bilərəm yoxsa yox. Və belə, bir də bilirsinizsə, indi ChatGPT var. Biz hər şeyi soruşuruq, ChatGPT cavablayır. Başladım mən ChatGPT-dən hər şeyi soruşmağa, taksi qiymətləri, yəni təbii ki, rayonda və şəhərdə biraz fərqlənir o baxımdan. Daha sonra qatarla getmək daha yaxşı olar, yoxsa avtobusla getmək olar kimi araşdırdım və seçdim ki, qatarla getmək daha yaxşıdır. Daha sonra bir də düşünürdüm ki, qatar axı tez çatır. Saat 7-yə qalmış artıq Bakıya çatır. Düşünmüşdüm ki, tədbir saat 1-dədir. Mən o qədər vaxt ərzində nə eləyəcəm? Təsəvvür edilən, məni düşündürən mövzuya baxın. Yəni, çünki orada bilmirdim ki, nə də olsa, yəni Bakıda yaşamadığım üçün bilmirdim ki, tam da vağzalın yaxınlığında 28 mol var imiş. Hansı ki, həmin molda da bilirsiniz, həm ticarət mərkəzidir, həm də yuxarı mərtəbədə yemək, içmək, hər şey var. Yəni, kofe, yemək, yəni hər şeyi var ehtiyacımız olan. Bunu bilmirdim. ChatGPT-dən soruşduqca hər şeyi, ondan tövsiyələr aldıqca görürəm ki, hə, lap gözəl. Mən zaten 28 mola getmək istəyirdim və bu da yəni yerinə düşdü. Yəni, qısacası bu sadəcə hekayə kimi danışmaq üçün seçməmişəm bu mövzunu. Sizlərə başqa bir nümunələr də vermək istəyirəm bunun üzərindən. Bir fərqindəlik olsun, bir hətta təcrübə olsun sizin üçün də. Yəni, bu sadəcə mənim üçün Bakıya getdim, tədbirə gəldim, belə bir şey deyildi. Daha fərqli bir baxış açısı ilə baxmışdım və bunları sizlərə ötürmək istəyirəm hal-hazırda. Bilirəm ki, sizə də faydalı olacaq, xeyirli olacaq o baxımdan. Deməli, biz əgər bir məqsədi qoyuruqsa, burada nümunə, mənim nümunəm, yəni Bakıya getmək, həmin tədbirdə iştirak eləməkdir. Siz öz tamamilə başqa bir məqsədinizi qoya bilərsiniz nümunə kimi, fərqi yoxdur. İş qurmaq olsun, pul qazanmaq olsun, yəni nə bilim, səhifə açmaq, evlənmək, səyahət eləmək, heç bir fərqi yoxdur. Sizin istəyiniz, arzunuz nədirsə, hal-hazırda nə eləmək, nəyi əldə eləmək istəyirsinizsə, nümunə kimi bunu götürün və mən bu timsalla izah edəcəm sadəcə olaraq. Hər kəs üçün keçərlidir, yəni bu dediklərim, deyəcəklərim. Mən
İstəyirdim ki, məqsəd olaraq qoymuşdum ki, həmin tədbirdə iştirak edeyim. Ora qatılım, sertifikatımı alım. Və buna qədər, indiyə qədər dediyim kimi, keçən ildə bir neçə dəfə bu tipli tədbirlər təşkil olunmuşdu. Mənim mentorum təşkil eləmişdi və mən də qatıla bilərdim. Yəni, çox normal. Sadəcə olaraq həmin zamanlarda mən bəzi dəfələrdə düşünmüşdüm ki, yox, mənlik deyil. Yəni, demişdim ki, necə eləyəcəm, kiminlə gedəcəm, nə bilim, necə vaxt keçirəcəm. Təsəvvür edin, Bakıya gedirsən və düşünürsən ki, necə vaxt keçirəcəm. Sadəcə olaraq araşdırmadığım üçün bu belə idi, amma indi sadəcə gülməli gəlir mənə bu. Çünki orada o qədər eləyəcək şeylər var əslində. Sadəcə olaraq düzgün planlama ilə bunu həll eləmək mümkündür. Yəni, bu arada bir şey də qeyd edeyim. Bunu dediklərimi, yəni qəribsəməməyiniz üçün bu baxış açısı ilə nəzərə alın ki, mən rayonda yaşayıram. Yəni, Bakıya sonuncu dəfə 2 il əvvəl getmişdim. Yəni, bu baxımdan bu məni düşündürür. Yoxsa belə baxanda çox sadə bir şeydir əslində. Nə var ki, burada insanlar xarici gedilər hətta. Yəni, gözümüzdə böyütmədiyimiz sürəcə hər şey mümkündür. Amma məsələ orasındaydı ki, mən həmin dönəmlərdə bunu çox gözümdə böyüdürdüm. Sanki belə, nə bilim, Amerikaya getməkmiş kimi böyüdürdüm gözümdə, ona görə də alınmırdı. Bəzi dəfələrdə isə, məsələn, 3-4 ay əvvəl idi səhv eləmirəmsə, bir tədbirdə var idi və qırılma nöqtəsi ondan sonra oldu. Mən gəlin sizə bundan danışım. Sırf elə bizim Master Coach təliminin bir tədbiri idi. Orada da sertifikatlar alacaqdılar həmkarlarım. Və ora qatılmağa bu dəfə dedim ki, yox, bu dəfə qatılmalıyam, getmək istəyirəm ora. Və orada da təbii ki, yenə də düşünürdüm ki, necə eləyəcəm, kimdən gedəcəm, necə həll edəcəm. Biraz da təzə il ərəfəsi idi, ona görə biraz düşünürdüm. Amma bu dəfə dedim ki, yox, bu dəfə sınayacam. Bu dəfə addım atacam mütləq ki, necə yəni belə bir görüş var, bəs mən niyə getmirəm ki, çox uzaqda deyilik ki, nə də olsa Azərbaycandadır, Bakıdadır, çox uzaq deyil, hətta yaxın bir yerdə əslində belə baxanda. Yəni belə, sadəcə olaraq görmənizi istəyirəm ki, biz nə isə gözümüzdə böyüdəndə, necə də sadə şeylər belə çətin görünməyə başlayır və çətinləşdiririk. Özümüz öz işimizi çətinləşdiririk. Yəni, mənim nümunəmdə də bu tam olaraq belə idi. Yəni, əvvəlki elədiklərimə baxanda, indi artıq dərsimi almışam. Necə olacaq? 2 dəqiqə, aha. Amma həmin dönəmdə, yəni 3 ay əvvəlki tədbirdə mən bayağı bir hazırlaşdım. Özümə geyim belə aldım, dress koda uyğun, krem rəngli bir dəst almışdım. Və daha sonrasında nə ilə gedəcəyimi də təyin eləmişdim, pul da hazır idi. Hətta həmkarlarımdan biri ilə birlikdə gedəcəkdim, onunla danışmışdım. Yəni, yol yoldaşı olmaq təbii ki, daha yaxşıdır, daha rahat olur. Narahatlıqlarım da azalmışdı, amma elə oldu ki, sırf 2 gün qalmış getməyim alınmadı. Yəni, elə bir şey yarandı ki, elə bir durum yarandı ki, gedə bilməyəcəkdim. Və tam burada qırılma nöqtəsi yaşadım. O qədər üzüldüm ki, həm çox məyus hiss eləyirdim, həm özümə yüklənirdim, özümü günahlandırmağa başlamışdım ki, sən necə alındıra bilmədin və özümü bacarıqsız hiss eləməyə başladım. Biraz yetərsizlik duyğusuna düşdüm. Yəni, belə bu duyğuların sanki burulğanına düşdüm həmin tədbirə getməyim alınmayandan sonra. Yəni, sadə şəkildə baxın, gəlin bu nümunəyə. Bir məqsəd qoymuşdum. Onun üçün əlimdən gələni elədim, əmək verdim, çalışdım. Yəni, hədəf kimi qoydum ki, yox, mən bunu eləyəcəm də. Plan da qurdum, amma alınmadı. Alınmadı, çünki indi məsələn, deyə bilərsiniz ki, qismət deyilmiş və s. Məsələ qismətlə bağlı deyil. Sadəcə olaraq biz nəyə hazır deyiliksə, o mütləq ki, hər hansı bir şəkildə ya alınmayacaq, ya nə bilim, nəsə maneə çıxacaq. Amma biz nəyə ki hazırıq və nə zaman ki hazır oluruq, onda qapılar artıq özümüzə açılmağa başlayır. Necə ki, mən bayaq deyirdim, bu dəfəki tədbirə gedəndə hər şey necə belə rahatlıqla alınmağa başladı. Çünki bu dəfə mən öz üzərimdə işləmişdim, psixolojik olaraq da hazır idim, artıq tərəddüdlərim az idi və gözümdə o qədər böyütməmişdim. Gəlin belə ardıcılıqla gedək, mən qarışdırmayım, belə ardıcılığı əslində çox sevirəm, belə səliqəli gedək mövzunu ki, daha aydın olsun bunu anlamaq. Deməli,
Həmin məqsədə çata bilməyəndə mən məyus oldum, özümü bacarıqsız hiss elədim və biraz da günahlandırmağa başladım özümü və sadəcə olaraq onda hələ də biraz anlamamışdım ki, niyə belə oldu? Yəni niyə mən əmək verdim, amma yenə də alınmadı? Niyə belə maneə çıxdı qarşıma? Tam da belə bir dönəmdə mən bir seans aldım həmkarımla və həmin seansdan sonra bu mövzuya baxdıq və fərqinə vardıq ki, əslində məsələ nə xarici faktorlarla bağlı deyil. Yəni məsələ zaten pulda deyildi ya da heç bir şeydə deyildi də. Məsələ onunla bağlı idi ki, birincisi, mən hələ də daxildən buna hazır deyildim. Narahatlıqlarım çox idi. İkinci səbəb isə, ən əsas səbəb isə odur ki, bugün bizim ən çox nəzərə alacağımız və bizim də fərqində olmalı olduğumuz səbəb bu idi ki, bilirsiniz də, biz uşaqlıqda hər hansı bir duyğular yaşamışıq. Deyək ki, kimisi var ki, uşaqlıqda davamlı günahlandırılır. Bəzilərimiz nəsə istəmişik, alınmayıb, məyus olmuşuq. Məsələn, mən bunu çox yaşayırdım. Adicə nəsə bir şey almaq istəyəndə alınmırdısa, deyək ki, pul yox idi ya nəsə bir şey, məyus olurdum, üzülürdüm, ağlayırdım. Bəzən də bir də məktəbdə məsələn, deyək ki, həmyaşıdlarım daha yaxşı oxuyurlar, amma mən onlar kimi nəticə ala bilmədiyim zamanlarda bəzən onda da özümü bacarıqsız hiss eləyirdim. Yetərsizlik duyğuları da gəlirdi. Yəni bu duyğular, bazı nümunə kimi bunlar götürək. Məyusluq, bacarıqsızlıq və yetərsizlik hissi. Mənə uşaqlıqdan çox tanış olan duyğulardır. Bir də uğursuzluq hissi var. Davamlı belə düşünmək ki, məndə heç nə alınmır, mən uğursuzam, mən heç nə bacarmıram. Bunlar mənə çox tanış olan duyğulardır. Yəni şüuraltıma bunlar proqramlanmışdı. Və buna görə də mən həyatım boyu, yəni bunun üzərində işləyənə qədər həmişə elə durumlar yaşayırdım ki, davamlı bu duyğulara düşüm. Ya nəsə alınmırdı, belə hiss eləyirdim, ya nə bilim, kimsə nəsə deyəndə belə hiss eləyirdim, ya da başqa bir şey, fərqi yoxdur. Mən bunun fərqinə vardım həmin seansda və anladım ki, tədbirə gedə bilməməyimin, yəni bunun alınmamağının səbəbi məhz o idi ki, şüuraltı bir növ belə baxa bilərsiniz. Şüuraltı elə bir durum yaratdı ki, mən yenə bu duyğulara düşüm, bu duyğuları yaşayım, eyni hissləri keçirim. Hansı ki, mənə uşaqlıqdan tanışdı. Məyusluq və s. kimi duyğular. Bunu anlayan Diana artıq, yəni mən qərar verdim ki, burada bir stop demək lazımdır. Yəni mən artıq bu duyğuların döngüsündə yaşamaq istəmirəm. Mən istəmirəm ki, təkrar məyus olum, yəni bacarıqsız hiss edeyim özümü. Yəni dedim ki, nə qədər olar? Nə qədər olar ki, bir məqsəd yarasan, amma alınmaya? Nə qədər olar ki, əmək verəsən, amma qarşılığını görməyəsən? Bu məni çox əsəbləşdirdi, bir aqressiya yarandı məndə və bununla mən özümə bir texnika yazdım. Hansı ki, həmin texnikada qısaca belə bir şey deyəcəm. Elə bir texnika yazmışam ki, orada biz hansı duyğuları təkrar yaşayırıq? Məsələn, məndə bu duyğulardır. Ola bilər sizdə tamamilə başqa duyğulardır. Bəlkə utancaqlıqdır, sizə mane olur. Bəlkə hansısa bir qorxularınızdır. Bəlkə nə bilim, hər hansı bir duyğuda, məsələn, deyək ki, hansı ki, təkrar bu duyğuları yaşayırsınız. Bəlkə tez-tez peşman olursunuz nəyəsə görə. Bu da mənə tanış olan hisslərdən biri idi. Ayrıca nəsə bir şey alanda, deyək ki, geyim aldım, xoşuma gəlmirdisə, deyək ki, çoxlarınız yəqin yaşayırsınız əsasda xanımlar, mənə rəydə yararsınız. Deməli, deyək ki, bir geyim alırsınız, çox bəyənirsiniz, amma evə gələndə görürsünüz ki, yox, bu əslində çox da yaxşı deyilmiş. Və hər dəfə bu olanda mən peşmanlıq hissini yaşayırdım və bu mənim çox enerjimi aparırdı. Eynən bu duyğular zaten bizim çox enerjimizi aparan bir şeydir. Biz elə düşünürük ki, ev işləridir bizə yoran, amma əslində fiziki şeylər yox, zehni şeylər, bu duyğular, bu düşüncələr bizi daha çox yorur, bizim enerjimizi aparır. Ona görə də bunların üzərində işləməyimiz mütləqdir. Və necə eləyəcəyimizi indi deyirəm. Mən həmin texnikanı yazdım və tam olaraq şüuraltı texnikalar belədir ki, zaten mənim ödənişsiz təqdim edədiyim texnikaları eləyənlər, seanslarda olanlar, digər təlimlərimə qatılanlar bilirlər ki, texnikalar necə olur. Şüuraltı texnikanı biz dinləyirik qulaqcıqla, 10 dəqiqəlik, 15 dəqiqəlik olur təxminən. Meditasiyalar kimi, amma meditasiyadan daha dərindir, daha nəticə yönümlüdür texnikalar. Elə bir texnika yazdım ki,
Ola bilər ki, uşaqlıqda bu duyğular sənə tanışdır. Yəni tez-tez bu duyğuları düşünsən və bu sənə güvənli gəlir. Amma bundan sonra təkrar-təkrar bu duyğuları yaşamağına ehtiyac yoxdur. Bundan sonra sənə məqsədinə çatmaq, istədiyin həyatı yaşamaq, arzularını gerçəkləşdirmək olar. Sən artıq bunu bacara bilərsən. Bu təhlükəli deyil. Yəni bu şəkildə bir nümunə kimi dedim sizə. Yəni bu şəkildə özümüzü uğurlu olmağa proqramladığımız bir texnikadır. Və mən həmin texnikanı eləyəndən sonra hiss elədim ki, artıq məndə bir şeylər dəyişməyə başladı. İndiyə qədər hər şeyə məyus olurdumsa, ya da elə durumlar yaradırdımsa ki, davamlı peşman olum, ya da bu hissləri təkrar-təkrar yaşayım. Mən bu texnikanı eləyəndən sonra, təbii ki, şuuraltı yenidən proqramlandığına görə bu döngü dayandı və məsələn, hal-hazırda yəni çox əminliklə deyə bilərəm ki, mən artıq belə deyim də, nəsə alınmasa belə oturub ağlamaq əvəzinə ya da özümü bacarıqsız hiss eləmək əvəzinə sadəcə olaraq addımlarımı dəyişdirirəm. Daha neytral baxa bilirəm ki, mən nə elədim ki, bu nəticə yarandı və necə edə bilərəm ki, alınsın. Düzdür, belə şeylər çox yaranmır, amma yenə də nümunə kimi deyirəm. Yəni bu duyğular işləyəndən sonra inanın mənə həqiqətən hər şey o qədər gözümüzün önündə aydınlaşmağa başlayır. İşimiz sanki necə deyirlər, işin avand olsun. Sanki işimiz avand olmağa başlayır, belə deyim. Ağlıma bu gəldi hal-hazırda. Yəni indiyə qədər belə bir şey dediyim sizə, hər il hər birimiz məqsədlər yazırıq. Filan deyək ki, Pinterestdən şəkillər yükləyirik. Yeni iştirakçımızı da salamlayıram. Bir dəqiqə burada sualı da oxuyun. Gözəl bir sualı deyəcəm. Neçə müddət sonra işə yaramağa başladı. Ümumiyyətlə şuuraltı texnikalar necə deyirəm? Bir də mənə yaza bilərsiniz. Görüntü arada gedir, yoxsa yaxşı qalır? Yəni görüntüdə bir donma falan belə şeylər olmur ki. Bəli ya da xeyir yazarsınız, bunu biləcəm. Şuuraltı texnikalar elədir ki, şuuraltı ümumiyyətlə özünü yenidən proqramlaması üçün, yeni neyron birləşmələrinin yaranması üçün ən azı bir 3 ay müddət lazımdır bizə. Amma bu hər kəsə görə dəyişir. Bəzi insanlarda biraz daha sürətli baş verir. Məsələn, bir ay ərzində artıq həqiqətən nəticəni görməyə başlayır. Bəzi insanlarda 3 ay, bəzilərində məsələn 5 ay da ola bilər, 6 ay da ola bilər. Yəni hər kəs individualdır, amma ortalama olaraq 2 ay, 3 ay belə bir müddətdir ki, tam nəticəni görək. Amma texnikanı eləyəndən sonra zaten yəni ilk günlərdən bəri biz yavaş-yavaş dəyişimi hiss eləməyə başlayırıq. Və baxış açımız dəyişir yəni. Belə-belə yavaş-yavaş artıq nəticəni görməyə başlayırıq. Hərəkətlərimiz də dəyişir, düşüncələrimiz də dəyişməyə başlayır. İnanclar biz deyirik. Bəzən bəlkə bilmirəm, siz inanclarla işləyirsiniz yoxsa yox. Mənə bəzən sual gəlir ki, inancları dəyişmək. Məsələn, mən indi sizə oturub danışmıram ki, oturun inanclarınızı dəyişdirin, nə bilim, olumlu cümlələr yazın. Bunlar mənə görə çox uzun müddət aparan şeylərdir. Mən konkret olaraq şuuraltı texnika təqdim edirəm sizə. Hansı ki, həmin texnikanı bir dəfə eləyəndən sonra, yəni daxildə zaten dəyişim başlayır. Dəyişim yaranmağa başlayır, belə deyim. Çünki, məsələn, deyək ki də, inanclardan bir nümunə vermək istəyirəm. Əgər sizdə deyək ki, varsa ki, mən nəsə planlayanda heç nə alınmır, ya da kimsə deyəndə planı pozulur, alınmır. Bu inanc sizdə var deyək ki, bir var siz bu inancı tək-tək işləyəsiniz. Bir də var ki, kökünə enəsiniz ki, bu inanc nəyə görə yaranıb? Məsələn, ola bilər ki, bu inanc ona görə yaranıb ki, uşaqlıqda nə vaxtsa nəsə arzulanırsınız, amma alınmayıb, məyus olmuşsunuz, üzülmüşsünüz, ya da yetərsiz hiss eləmişsiniz özünüzü, ya da günahkar hiss eləmişsiniz özünüzü, günahlandırılmışsınız bəlkə də. Bir dəfə uşaqlıqda bu senarini yaşadığınıza görə, şuuraltıya bu duyğu proqramlandığına görə, yəni bu uğursuzluq hissi proqramlandığına görə, sizdə bu özünü həm inanc kimi göstərir, həm də elə durumlar yaranır ki, nə qədər çalışsanız da, nə qədər arzulasanız da, vision boardlar hazırlasanız da, manifest eləsəniz də, yenə də alınmır bu məqsədə çatmaq.
Çünki məsələ bu dərindedir, bu duyğu səviyyəsindədir. Şüuraltı texnikalar bizə kömək edir ki, bunu dərindən bir dəfəlik həll eləyək. Mənim yazdığım texnikada məhz bu şəkildə. Yəni heç oturub tək-tək inanc yazmadım, nə eləmədim. Sadəcə fərqinə vardım ki, səbəb nədir? Səbəb o idi ki, bizə uşaqlıqdan tanış olan hisslər, yəni şüuraltı elə durumlar yaradır ki, yenə deyirəm, biz onu təkrar-təkrar yaşayaq. Və həmin texnika ilə biz bu döngüyə dur deyə bilirik və daha sonra özümüzü uğurlu olmağa proqramlayırıq. Yəni sənə olar. Sən artıq bundan sonra bacara da bilərsən, məqsədlərinə çata bilərsən və bu təhlükəli deyil. Təhlükəli deyili ona görə vurğulayıram ki, texnikada da bunu zaten qeyd eləmişəm ki, çünki belə bir şey deyim, bayaq yadınızdadırsa dedim ki, biz neysə hazırıqsa o alınır. Hazır deyilsə nəsə maneələr çıxmağa başlayır ya da çətinliklə alınır arada. Tamam. Teşekkürler. Yəni nə deyirdim mən? Sualı oxudum, fikrim qarışdı. Hə, yəni ona görə belə deyirəm ki, bizim şüuraltımıza yenə də deyirəm, uşaqlıqda nələr görmüşüksə, bunlar bizə daha tanış gələn, daha güvənli gələn şeylərdir. Amma əgər uşaqlıqda məsələn zəngin ailədə böyüməmişiksə, çoxlu imkanlar içərisində böyüməmişiksə, indi də görə bilərik ki, bu bizə qorxulu gəlir, təhlükəli gəlir. Ona görə düşünürük ki, zəngin insanlar pisdir, nə bilim, hamısı haram yolla qazanır. Bu kimi inanclar bizdə buna görə formalaşır. Çünki bizim şüuraltımıza təhlükəli gəlir. Çünki uşaqlıqda bunu görməmişik. Amma məsələn, imkanların az olması, yəni hansısa bir çətinliklər bizə uşaqlıqdan tanış olduğuna görə əslində şüuraltıya da güvənli gələn ssenaridir. Ya da təşvişli evdə böyümüşüksə, təşviş bizə güvənli gəlir deyə həmişə elə durumlara düşürük ki, təşvişə düşək, təşvişdə yaşayaq. Və yeni iştirakçılarımızı yenə salamlayıram. Söhbətin maraqlı yerdə gəlmişsiniz. Və bu şəkildə düşünürəm ki, burası aydın oldu. Və mən beləliklə sizə əslində bölüşmüş oldum ki, mən bir gün ərzində 5 arzumu necə gerçəkləşdirdim. Yəni bu texnikanı eləyəndən sonra mən sizə bunu deyim, indi aramızda qalsın. Bu texnikanı eləyəndən sonra indiyə qədər ki, hansısa bir məqsədlər yazırdınız, fərqi yoxdur, kiçik ya da böyük. Hər il məqsədlər təyin eləyirdiniz, nəsə arzuluyurdunuz. Bəlkə yazmırdınız, amma yenə də istəyiniz var idi. Nə vaxtsa nəsə eləyəcəm, qismət olsa bu alınar, bu şəkildə düşünürdünüz. Amma indiyə qədər hansı məqsədləriniz ki, alınmamışdı, hansı arzularınıza ki, çata bilməmişdinizsə, əmin ola bilərsiniz ki, bunun səbəbi məhz dediyim bu durumla bağlıdır. Yəni, indiyə qədər, öz nümunəmdən deyim, bu günə qədər tədbirlərə mən ona görə qatıla bilməmişdim ki, çünki tədbirlərə qatılmamağı mənə əslində bir növ sərf edirdi. Yəni şüuraltıya sərf edirdi, belə deyim. Çünki hər dəfə qatıla bilmədikcə nəyisə qaçırmış kimi hiss edirdim və məyus olurdum və özümə yüklənirdim. Və bu hisslər mənə uşaqlıqdan tanış idi. Nə zaman ki, mən həmin texnikanı elədim və bu döngüdən çıxdım, ondan sonra hər şey dəyişməyə başladı. Nəticəni də siz görürsünüz. Mən həm tədbirə getdim, həm Asiya Rüstəmi ilə görüşdüm. Onunla 2 dəfə qucaqlaşdım. Bu mənim üçün çox sevincli bir şey idi. Yəni daha sonra şəkillər çəkdirdik onunla fotosessiya kimi, yəni peşəkar şəkildə. İlk dəfə səhnədə çıxış elədim. Hətta bunu tanlamamışdım belə. Çoxdan da tanıdığım xanımlarla canlı görüşdüm. Molda alış-veriş elədim, müxtəlif brendlərdən ilk dəfə alış-veriş elədim. Bunlar hamısı mənim arzularım idi. Hətta 6-7 arzu oldu, baxın. Bir gün ərzində bütün bunların hamısını gerçəkləşdirmiş oldum. Çünki mənə mane olan duyğuları aradan qaldırdım. Siz də ona görə də fərqi yoxdur, siz nə arzuluyursunuz, heç fərqi yoxdur. Ona görə deyirəm, hər kəs öz məqsədini nümunə kimi götürsün. İndiyə qədər hansı məqsədə çata bilmirdisə, bilin ki, səbəb bununla bağlıydı və bu səbəbi həll eləyəndən sonra artıq yolunuz açılmağa başlayacaq. Real nümunə kimi də özümü yenə sizə göstərdim zaten. Və gəlin digər mövzuya keçid eləyək biz. Yəqin ki, sizin diqqətinizi belə çəkdi ki, necə bir hadisə yaşayıb ki, bayaq çünki yazmışdım mən webinarın paylaşımında ki, yolda yaşadığım bir hadisədən hansı dərsi aldım. Hadisə deyil əslində. Yəni, hadisə deyərkən isə belə
hiçbir şey değil de. Sadece olarak böyle bir şey oldu. Bir dakika. Tamam. Tamam, buyurun. Hı hı. Ben size məlumat göndərmişdim. Yenə də burada webinardan sonra məlumat göndərəcəm. Sayta daxil olduqdan sonra ya da ən yaxşısı əldə eləmək üçün birbaşa mənə Telegramda yazarsınız. Zaten əlaqəmiz var sizinlə. Mən sizə göndərəcəm ki, necə əldə edə bilərsiniz. Deməli, bu arada sonda marafonla bağlı da sizə məlumat göndərəcəm. Həmin texnikanı siz necə əldə edə bilərsiniz? Bu haqda da təbii ki, danışacağam. Çünki bu mənim üçün bunu kəşf eləmək, yəni bir şedevrdir mənə görə. Bəlkə sizə biraz şey kimi, yəni sadə gəlmiş ola bilər. Təbii ki, hər kəsə görə fərqlidir, amma mənə görə məsələn bu bir şedevrdir. Çünki həmin texnikadan əvvəl və həmin texnikadan sonra kimi bölürəm mən həyatımı. İndiyə qədər bir çox şeyin alınmamağının səbəbini çözdüm və bundan sonra necə edə bilərəm ki, alınsın, necə edeyim ki, məqsədlərə çata bilərəm. Bu artıq həmin texnika sayəsində mümkün olur mənə. Və həmin texnikanın içində də bölüşürəm ki, siz də məqsədlərinizə çatasınız. Artıq tərəddüdlərinizi kənara qoyun və həmin texnikanı əldə edərək keçin hərəkətə. Suallarınız yarandısa, texnika ilə bağlı yenə soruşun, cavablayacağım. Amma gəlin mən başqa mövzudan danışım sizə, növbəti mövzudan daha doğrusu. Deməli, biz qatardan enəndən sonra, təbii ki, bilirsiniz də bir çox yəni bir neçə nəfər də var idi ki, hansı ki, qatardan endilər. Bakı metro stansiyası, daha doğrusu metro stansiya nə idi? Qatar dəmir yol vağzalına çatdılar. Və biz düşürük, gedirik hər kəslə bir yerdə. Toplu bir 20 nəfərə yaxın insan var idi orada. Amma biz belə gedirik. Biz biraz arxadaydıq, anamla getmişdim bu arada. Biz biraz arxadaydıq, onlar isə öndə belə gedirdilər, biz də təqib edirik. Görək hara gedirlər deyə, çıxışa gedirlər əslində. Bir də görürük ki, onlar belə gedirlər, axıra doğru çatdılar. Orada da bircə dəqiqə mən kaydı başlatmışdım birdən. Aha, əla. Bir anda narahat oldum. Deməli, yəni onları təqib edirik. Bir də görürük ki, onlar qapını örtdülər. Giriş qapısını, daha doğrusu çıxış qapısını örtdülər. Orada böyük bir qapı var, üzərində də yazılıb ki, çıxış. Bilirəm ki, onlar da çıxmaq istəyirlər, amma belə gedirlər. Biz də, mən onda anama dedim ki, onlar niyə belə gedirlər də, hara gedirlər? Axı qapı buradadır. Sonra bir anlıq düşündük ki, yəqin ki, başqa bir yerdən çıxış var, yəqin ora getməliyik. Və belə düşünüb, insanların arxasıca gedirik, təqib edirik, belə deyim də kütləni, cəmaatın arxasıca gedirik, biz də belə deyim. Biraz Lorel ilə danışmağı sevirəm. Daha rahat olsun, daha səmimi olsun söhbətimiz, niyə də yox. Bilirəm ki, sizə də bir problem deyil. Əksinə sizə belə daha maraqlı olar deyə düşünürəm. Mənə də maraqlıdır yəni. Qısacası, getdik, bir də görürük ki, orada polis yox da, oranın işçiləri bizə xəbərdarlıq elədilər ki, ora yox, bura gəlmək lazımdır da. Və biz qayıtdıq. Hara qayıtsaq yaxşıdır? Həmin o çıxış yazılan qapıya. Və yəni hansı ki, mən baxanda demişdim ki, bura da axı çıxış, biz niyə belə gedirik, niyə belə davam edirik? Yəni belə, yəni cəmaat da, insanlar da fərqinə vardılar ki, səhv gediblərmiş. Yəni qapını qoyub gediblər başqa tərəfə, biz də onları təqib eləmişik. Sonra çıxışı tapdıq, hər birimiz çıxdıq və mən buradan bir dərs çıxartdım. Həmişə mən zaten belə şeylər müşahidə eləmişəm, hətta uşaqlıqdan belə. Bizdə ailəmdə belə söhbətlər həmişə gedirdi. Cəmaat necə düşünür, həyatı insanlar necə yaşayırlar, biz necə fərqli düşünürük. Bu biraz qarışıq gələ bilər. Mən sizə olay nə idi, məsələ nədən ibarətdir, gəlin açıqlayım. Deməli, burada nə görürük ki, insanlar, çoxlu insan, bir 20 nəfər, kütlə deyək də, burada ümumi bir misal kimi götürək, kütlə bir tərəfə doğru gedir və biz də hamı hara, biz də ora. Bu düşüncə ilə təqib edirik onları. Çünki bilirsiniz, bizdə belə bir sürü psixologiyası var ki, çoxluq eləyən şey bizə güvənli gəlir, bizə daha təhlükəsiz gəlir. Ona görə də yəni bu demək olar ki, insanlıq yaranandan bəri belə bir şey var. Yəni bizim təbiətimizdə olan bir şeydir bu. Biz həmişə sürü ilə birlikdə addımlamışıq o vaxtdan da. Qəbilələr şəkildə yaşamışıq. İndi də bu şəkildə davam edir.
Məsələn, hətta həyatdan bir nümunə verim sizə. Əgər çox insan universitet oxuyursa, deməli ən yaxşısı budur, ən düzgünü budur. Nə bilim, çox insan evlənirsə, deməli ən düzgünü budur. Düzdür, bunlar yaxşı nümunə olmadı, amma yenə də. Yəni çoxluq nə eləyirsə, bizə ən güvənli gələn şey həmişədən budur. Və bu psixologiya ilə biz də yenə də gedirik. Cəmaət hara gedirsə, biz də ora gedirik, amma burada çox önəmli bir məqam var. Mənim demək istədiyim tam olaraq nədir ki? Budur ki, daha doğrusu hər zaman hər kəsin elədiyi şey düzgün olmaya bilir. Yəni hər kəs bunu eləyirsə, o demək deyil ki, bu düzgündür. Hər kəs səhv yolu gedirsə, yəni bu o demək deyil ki, düzdür. Yox. Yəni ola bilər ki, bir nəfər oradan düzgün bir şeyin fərqinə varsın və yəni düzgün yola getmiş olsun da. Bunu siz həqiqətən də ümumi bir nümunə kimi götürün. Məsələ sadəcə orada bizim qapını tapmamamız deyildi. Yəni biz, məsələn, mən özümdən deyim, mən onları təqib eləməsəydim, görəndə ki, qapıda yazılıb çıxmış, oradan mən çıxsaydım, artıq düzgün yolu tapmış olacaqdım. Yəni, amma biraz sürü psixologiyası və getdim onlarla bir yerdə. Dedim ki, onlar düzgünlüğünü bilirlər də. Yəqin oradan başqa bir çıxış var. Yəni, yəqin ki, çoxlu insan belə eləyirsə, yəqin ki, düzgünlük budur. Bu düşüncə ilə hərəkət elədiyimə görə mən də yanılmış oldum. Amma əgər öz bilgimlə getsəydim, yəni doğru olduğumu bildiyim, yəni düzgünlüyündən əmin olduğum şeyi eləsəydim, yəni çıxış qapısını görəndə, baxmayaraq ki, cəmaət ora gedir, mən oradan çıxsaydım, o zaman düzgünlüyü vardı. Yəni bu nümunə biraz ümumi ki, aydın oldu. Mən biraz tez-tez danışıram. Danışmaq istədiyim çox şey var ona görə. Amma məsələ orasındadır ki, yenə də deyirəm. Əgər həyatda istənilən bir seçim eləyərkən düşünürsünüzsə ki, məsələn, hamı vision board hazırlayır, deməli ən yaxşısı budur. Hamı, nə bilim, hamı maaşlı işlə çalışırsa, deməli ən düzgün seçim budur. Hamı müəllim ol deyirsə, deməli mən müəllim olmalıyam, ya da nə bilim, həkim ol deyirlərsə qohumlar, deməli həkim olmağım daha məsləhətdir. Bu düşüncə ilə yaşayan o qədər insanlar var ki, mən ətrafımda da çox görürəm. Yeni iştirakçımızı da salamlayıram. Və bu nümunələri çox görmüşəm ətrafımda. Amma mən həmişə düşünmüşəm bu haqda ki, niyə görə belə düşünürük? Nə olsun ki, çox adam bunu eləyir? Bəlkə onlar səhv eləyirlər. Ya da ola bilər ki, bu onların doğrusudur. Onların həyat stilinə bu uyğun gəlir. Məsələn, çoxları müəllim olmaq istəyir. Amma nə olsun? Mən axı istəmirəm, məsələn. Bu arada bunu mən də yaşamışam. Həmişə ətrafım deyirdi ki, müəllim ol ya da həkim ol. Amma mənim heç marağım olmayan sahələrdir. Heç özümü təsəvvür edə bilmirəm o sahələrdə. Ya da universitet oxumaq bilirdim ki, mənim təbiətimə uyğun deyil. 4 il orada davamlı getmək, gəlmək, heç təsəvvür edə bilmirdim özümü. Əgər mən, gəlin sizə açıq-açıq burada demək istədiyim şeyi də deyim. Əgər mən özümü dinləməsəydim, öz istəyimin arxasınca getməsəydim və deyək ki, oxusaydım müəllimliyi, universitetə qəbul olsaydım, bilirəm ki, bu məni xoşbəxt eləməyəcəkdi. Yəni, nə olsun ki, hər kəs bunu eləyir, nə olsun ki, qohum-əqrəba bunu mənə tövsiyə edir. Axı, mən bilirəm ki, mən bunu istəmirəm. Elə deyil. Yəni, siz bu haqda nə düşünürsünüz? Mənə çox maraqlıdır. Yəni, burasını istəyirəm ki, çox önəmli bir şəkildə müzakirə ilə keçirək bu hissəni. Yəni, eləcə də olsun, bu kiçik nümunədə cəmaət o tərəfə gedirsə, o demək deyil ki, düzgünü budur. Düzgün olan əslində bu tərəfi idi. Amma burada önəmli bir nüans da var. Mən burada onu demirəm ki, heç vaxt heç kimi qulaq asmayın, ya da nə bilim, cəmaət hamısı yanlış eləyir, nə bilim, çoxlu insanlar hamısı səhv eləyir. Yox, belə bir şey demirəm əsla. Yəni, çox zaman təbii ki, insanlar haqlı olurlar, cəmiyyətimizdə düzgün olan bir şeylər olur ya da yəni çoxumuzun elədiyi normal olan və yaxşı olan şeylər təbii ki var, bizə aşılanan şeylər də var, amma burada önəmli olan yenə də özümüzü dinləməyimizdir. Yəni nə dərəcədə bizim dəyərlərimizə uyğun gəlir, nə dərəcədə düzgündür, nə dərəcədə özümüzü xoşbəxt hiss edəcəyik, yoxsa yox. Yəni belə bir həyat dərsi götürdüm mən özümə. İstədim ki, bunu burada bölüşüm, webinar şəklində qalsın. Daha sonra yəni izləyənlər də bundan faydalansınlar. Yəni belə, ümid edirəm ki, bundan sonra baxış açınız bu mövzuda dəyişmiş olar.
Və mənimlə bölüşsəz çox sevinərəm ki, bəs siz bu haqda necə düşünürdünüz? Həmişə belə düşünürdünüz ki, çox insan eləyirsə, deməli ən yaxşısı, ən düzgünü budur. Yoxsa müəyyən qədər özünüzü dinləyirdiniz? Yəni düşünürdünüz ki, nə olsun cəmaət eləyir. Axı mən bunu eləmək istəmirəm. Əgər ikinci şəkildə düşünürsünüzsə, sizi təbrik edirəm. Siz artıq müəyyən qədər dərslərinizi almısınız deyə bilərəm. Yəni daha inkişaf eləmiş insan sayıram belə insanları mən. Təbii ki, hər kəsin öz yolu var yenə də. Heç kimi qınamıram, heç kim yəni pis deyil. Nəsə belə bir şey demirəm, yəni yanlış anlaşılmasın. Və belə son olaraq mən istəyirəm ki, danışım sizə. Mən əslində bayaq da vurğulamışdım. Hansı arzularımı gerçəkləşdirmişəm deyə. Gəlin sizə bir cheat kod verim. Belə bir şey deyim. Cheat kod. İstənilən bir arzunuza, məqsədinizə çatmaq istəyirsinizsə, bugün danışdığım nümunələrə əsasən nələri nəzərə ala bilərsiniz ki, bundan sonra həmin məqsədlərə çatasınız. Deməli, burada qeyd götürməmişəm, indi ağlıma gələn kimi nümunələr əsasında deyəcəm. Birincisi, həmin şeyi çalışın ki, gözünüzdə böyütməyəsiniz. Məsələn, qazanmaq istədiyiniz məbləğ, çalışmaq istədiyiniz iş, nə bilim, qurmaq istədiyiniz həyat, səyahət eləmək, ya nə bilim, ev almaq, maşın almaq. Bunları gözünüzdə nə qədər böyütsəz, bir o qədər də öz işinizi çətinləşdirmiş olacaqsınız. Gəlin bunu qəbul edək. Yəni, amma nə qədər ki, gözünüzü sadələşdirdiniz, yəni adi bir şey, yəni bazıda da həmişə elədiyimiz şeylər kimi ən azından belə yanaşa bilsəz, necə ki, məsələn, hər gün su içərkən düşünmürük ki, ay birdən su bitər, nə bilim, necə də, suyu necə içəcəm. Necə ki, belə düşünmürük, eyni şəkildə bu məqsədlərə çatmaq haqqında da normal, təbii şəkildə düşünə bilsək, adiləşdirə bilsək gözümüzdə, o zaman təbii ki, işimiz asanlaşır. Yəni, yolumuzda maneələr azalır. Bu belə. İkincisi, hətta istəyirsinizsə burada qeydlər götürün, mütləq ki, götürün hətta, tövsiyə edirəm ki, unutmayasınız, yadda saxlamaqda rahat olsun, tətbiq eləməkdə. İkincisi, bayaq saydığım, sizdə tez-tez təkrarlanan hansı duyğular var? Məsələn, uğursuzluq düşüncələridir, bacarıqsızlıq hissidir, yetərsiz görməkdir özünüzü, günahkarlıqdır, məyusluq hissidir, ya da başqa ayıb utanc duyğularıdır, hansısa qorxulardır, mane olan inanclardır. Bunların hamısını birinci olaraq qeyd edin özünüzdə ki, mən tez-tez hansı duyğulara düşürəm, nə məni çox yorur, hansı emosiyalar mənə mane olur məqsədlərimə çatmağa. Yəni, sizi məqsədlərinizdən, istədiyiniz həyatdan uzaqlaşdıran hansı duyğular, hansı hisslər, hansı emosiyalar varsa, bugün danışdığım nümunədən də özünüz yəqin tapa bildiniz özünüzdəki hansılardır. Bunları birinci olaraq mütləq götürün dəftərə yazın, qeyd edin ki, fərqində olasınız ki, hansı məsələ var, hansı problem var. Birinci bunun fərqinə varmamız lazımdır ki, onu həll edə bilək. Yoxsa əgər biz bugün fərqində deyiliksə, necə həll edəcəyik, necə dəyişəcəyik? Təbii ki, belə deyil. Ona görə bunları yazırsınız. Daha sonrasında isə həll eləmək üçün nə etmək lazım olduğunu mən bayaq dediyim. Məqsədə doğru marafonunda tam da bu döngülərdən çıxmaq üçün bu sizə mane olan inanclar, duyğular, bu emosiyalar, qorxular, bunların hamısını geridə qoyub, həmin o istədiyiniz həyat üçün addım atmağınıza kömək olacaq həmin texnika. Artıq özünüzə icazə verməyə başlayacaqsınız. Artıq məqsədlərə çatmaq sizin üçün daha asan olacaq, daha rahat olacaq. Bayaq da zaten öz nümunəmi demişdim ki, mən o texnikanı eləyəndən sonra bir gündə nə qədər nəticələr əldə elədim. Bir gündə rəsmən 5 arzuma çatmış oldum. Həm səhnədə çıxış elədim, həm sertifikatımı aldım. Əslində çoxdur, yəni. Asya xanımla görüş olsun, canlı ünsiyyət, onunla qucaqlaşmaq, şəkillər çəkdirmək, molda alış-veriş eləmək, maraqlı zaman keçirməkdir. Bir də nə var idi? Qeyd eləmişdim hətta mən burada. Sabah da bu haqda paylaşım eləyəcəm hətta. Yəni, belə bir şey var. Bizə mane olan bu duyğuları aradan qaldırandan sonra qarşımıza çıxan fürsətləri görməyə başlayırıq. Bəzən məndən soruşurlar ki, deyirsiniz ki, fürsətlər hər yerdədir. Axı, hardadır, görə bilmirəm. Fürsətləri görə bilmirsiniz, çünki hələ də sizə mane olan bu duyğular var. Bu duyğuları aradan qaldırandan sonra, həmin texnikanı eləyəndən sonra siz artıq görməyə başlayacaqsınız. Necə ki, mən görməyə başladım. Yəni, həmin texnikanı eləməzdən əvvəl adicə düşünürdüm ki, qatardan düşəndən sonra mən
Bakıda necə zaman keçirəcəm, tədbiri necə gedəcəm. Bunları təsəvvür edin, gözümdə böyütmüşdüm. Halbuki çox sadə bir şeymiş də. Həmin texnikanı eləyəndən sonra bu duyğular, bu maneələr təmizləndiyinə görə fürsətləri görməyə başladım. Gördüm ki, heç çətin bir şey yoxdur. Hətta tək də gedə bilərəmmiş. Yəni sonuçda nə var ki, qatarla gedirsən, daha sonra orada yəni yaxınlıqda da o qədər məkanlar var ki, yemək üçün, səhər yeməyi üçün. Daha sonrasında ən azından yəni dil bilirsən. Azərbaycanda yaşayırıq, hər birimiz bu dili bilirik və ətrafından soruşa bilirsən nəsə bir çətinlik yarandıqda, bir ünvan lazım olduqda soruşursan, taksi ilə gedirsən. Taksi bilirsiniz zaten tətbiqlərlə çox rahatdır. Sadəcə getmək istədiyin ünvanı seçirsən və dəqiqələr içərisində o gəlir, sən ora çatırsan. Vaxta da qənaət, hər bir şey də öz yerində. Yəni mən yalnız bu maneə duyğuları aradan qaldırandan sonra bunları görməyə başladım. Fürsətləri görməyə başladım və çox rahatlıqla bu məqsədlərə çatdım. Çox rahatlıqla alındı yəni hər şey. Qayıtdım, hal-hazırda da evimdəyəm. Artıq sertifikatımı əldə etmişəm. Həmin o təəssüratlar da məndə ömür boyu qalacaq. Həmişə xatırlayıram ki, bu məqsədimi necə gerçəkləşdirdim, necə çox sevindim. Dahası da mən bilirsiniz, bugün vlog paylaşdım. Vəsilə ilə mən həmin gün hətta vlog da çəkdim. YouTube kanalım üçün bir video da hazırlamış oldum. Yəni həm izləmiş oldum, həm zaman keçirdim, həm networking, yeni insanlarla tanışlıq, hətta potensial müştərilər belə qazandım burada mən. Mentorumla görüşdüm, sertifikatımı aldım, moldan bol-bol alışverişlər elədim, brendlərlə tanış oldum. Çox şeylər oldu. Yəni həmin texnika ilə mən artıq özümü uğurla proqramlayandan sonra yəni başqa bir şey deməyimə ehtiyac yoxdur. Ona görə də mən sizə burada linki paylaşacağım. Qeydiyyatdan keçməyi və marafona qatılmağı unutmayın. Hansı ki, qiymətə çox münasibdir. Təsəvvür edin, belə bir texnika sadəcə bu ay üçün keçərli olan qiymətdir. Bu 15 azayın. 15 azayın həqiqətən çay kofe qiymətindən belə daha ucuzdur. Düşünün, yəni. Ona görə də bu fürsəti qaçırmaq olmaz. Dəyərləndirməniz üçün fürsəti sizə təqdim edirəm. Dediyim kimi, qeydiyyatdan keçin. Sualınız varsa soruşun. Orada mən tərəddüdlərinizi belə cavablayıram. Yəni bu şəkildə. Mən şəxsən bunu deyim. Bu texnikanı özüm, yəni indi dediklərimin fərqinə varmaq üçün mən daha çox şey xərcləmişəm, daha çox pul xərcləmişəm. İndiyə qədər yəni 2 ilə yaxındır şəxsi inkişaf yolundayam. 5000-dən çox yatırım eləmişəm. Bunlar mənə görə yəni yatırımdır. Çünki şəxsi inkişafa verdiyimiz kiçik ya da böyük fərqi yoxdur. İstənilən bir məbləğ bizə qat-qat qayıdır həmişə. Həm maddi olaraq, həm mənəvi olaraq qayıdır. Yəni mən də bunu özümdə görmüşəm. Hər kəs üçün də bu keçərlidir. Yəni təlimə verilən pul itki deyil, qazancdır. Özünüzə qazancdır. Ona görə də nə edirik? Hərəkətə keçirik. Oturub düşünmək, məsləhət eləmək, belə şeylər. Bunlarla yəni özünüzü yormağa ehtiyac yoxdur. Sualınız olanda məndən soruşa bilərsiniz. Hər bir şeyi şəffaf şəkildə sizinlə bölüşürəm zaten. Hansı ki, bu qiymət sadəcə düşünün ki, bu ayın sonuna qədər davam eləsin, amma daha sonrasında isə 2 qat, 3 qat artacaq və heç vaxt endirim olmayacaq. Ona görə də bunu da nəzərə alarsınız. Bir də onda deyim ki, bugün sizə nə qədər duyğulardan, inanclardan danışdım, hansı ki, bizə mane olur, bizim işimizi çətinləşdirir. Təsəvvür edin, bunları əgər siz tək-tək seanslarda işləsəz, nə qədər zaman gedir, hansı ki, həftədə bir seans alsaz, 1 ay, 2 ay ən azından sürəcək. Bir dəfə məyusluq işləyəcəksiniz, bir dəfə nə bilim hansı inancı işləyəcəksiniz. Və hər seans, məsələn, mənimlə fərdi seans 70 AZN-dir. Təsəvvür edin, hər birini tək-tək 70 AZN-lik seanslarla ya da olsa mentorluqla yenə də daha çox xərc və daha çox zaman deməkdir. Amma mən marafonu elə hazırladım ki, istədim ki, yəni indi düşünə bilərsiniz, niyə bu qədər sərfəli bir şəkildə təqdim edirəm? Çünki istəyirəm ki, bu texnikanı çox insan əldə eləsin, çox məqsədlərə çatılsın. Sizin çoxlu nəticələrinizi görmək istəyirəm, dəyişimlərinizi görmək istəyirəm, arzularınızı gerçəkləşdirməyinizi istəyirəm. Fərqi yoxdur, kiçik ya da böyük. Ona görə də sizə ürəkdən təqdim edirəm bu texnikanı, özüm də çox sevirəm, davamlı edirəm həmin texnikanı. Bundan sonra yəni ömür boyu həmin texnikanı daha doğrusu tətbiq eləyəcəm özümdə, dinləyəcəm. Hər dəfə nəsə bir şey arzuladıqda, nəyisə gerçəkləşdirmək istədikdə. Çünki bilirəm ki, bu necə də vacibdir. Zaten özünüz də anladınız bunu. Ona görə də bununla bağlı deyəcəklərim bu qədər.
Rəy bölməsində də suallarınızı yaza bilərsiniz. Hər zaman buradayam, cavablayacağım. Növbəti webinarlarda görüşənə qədər ümid edirəm ki, bundan sonra bol-bol fürsətlər qarşınıza çıxar və bu fürsətləri düzgün dəyərləndirərsiniz və həyatınızı istədiyiniz şəkildə yaşayarsınız. Hər birinizə uğurlar. Kanala abunə olmağı da unutmayın. YouTube'dan izləyənlər üçün deyirəm. Kanala abunə olub bildirişləri açmağı unutmayın ki, videolar gələndə ilk sizin xəbəriniz olsun. Fikirləriniz isə mənim üçün maraqlıdır.